Salam YouTube kanalımın dəyərli abunəçiləri, növbəti bir mənzili hamınızı salamlayıram. Bugün yeni bir mənzili sizlərə təqdim edəcəm. Mənzili sizlərə təqdim edərək mənzil haqqında, proyekt haqqında tam məlumatları sizlərə verməyə çalışacağım. Xahiş olunur videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bunun sayəsində siz bizə həm dəstək olacaq, həm də satışda olan digər alternativ mənzillərdən dərhal xəbərdar olacaqsınız. Keçək təqdimata. Giriş qapımız burada yerləşir. Daxil olduqda geniş bir koridor və dəhliz hissə bizi qarşılayır. Döşəmədə qranit mərmər və istifolla təchiz olunub. Sağ tərəfdə yığılmış belə bir qardırop hissəni görürsünüz. Sol tərəfdə aboylardan və divar panellərindən istifadə olunaraq mənzilə gözəllik və tekstura qatılıb. 135 kvadrat ölçülü bu mənzil 3 otaqlıdır, tam təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Burada güzgülü açarlı hissə yerləşdirilib. Qranit mərmər görülən hissələr tam istifolla təchiz olunub, dəyərli izləyicilərimiz. Burada mənzilin ümumi sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla da tam şəkildə təmin olunub. Və qeyd edim ki, mənzilin yataq otağının daxilində də bir sanitar qovşağı yerləşməkdədir. Burada mənzilimizin qonaq otağı yerləşir. Baxın, belə bir gözəl qonaq otağımız var. Elektronika xaric yumuşaq mebel dəstələri ilə və kondisioner ilə tam şəkildə təmin olunub mənzilimiz. Dəyərli izləyicilərimiz, qonaq otağının gözəlliyini və aurasını görürsünüz. Qonaq otağından eyvana çıxış hissə mövcuddur, dəyərli izləyicilərimiz. Həm də mənzilin yataq otaqlarından da eyvana çıxış var. Baxın, belə bir TV stand hissədə yığılıb burada. Döşəmədə otaqlarda parketdən, mətbəx, sanitar qovşaq və dəhlizdə qranit mərmər və istipoldan istifadə olunub. Burada mənzilin mətbəx hissəsi yerləşir. Əziz izləyicilərimiz, qeyd edim sizə, mənzilimiz qanuni 2 otaq olub. 3 otağa düzəlib. 3 otağa düzəlməsində dəhlizdən kifayət qədər yer götürülərək burada belə bir mətbəx hissə düzəlib. Özünə aid havalandırma sistemi də mövcuddur. Yığılmış gözəl, geniş bir mətbəx hissəsi də var. Soyucu üçün, elektro tavarları üçün, qabyan və paltaryan üçün ayrılmış zolaq hissələr də var. Əlavə olaraq burada yemək üçün əlavə bir masada yerləşdirilib, dəyərli izləyicilərimiz. Baxın, kifayət qədər geniş sahəyə malikdir. Keçək digər hissələrə. Burada mənzilin əsas yataq otağı olan valideyn yataq otağı yerləşir. Müasir dəbər zövqə uyğun şəkildə təmir olunub mənzilimiz. Bahalı qapılardan, bahalı parketdən və mebellərdən istifadə olunub. Baxın, belə bir valideyn yataq otağı var. Az öncə qeyd elədiyim kimi bu yataq otağından eyvana çıxış var. Mətbəx xaric bütün otaqlardan eyvana çıxış var. Burada qaz çağacımız, kombimiz və kollektiv sistemimiz, həmçinin kondisioneri də orada yerləşdirilib. Baxın, belə bir yataq otağı burada yerləşir. Burada da lazım olan mebellərlə təchiz olunub və yataq otağının daxilində sanitar qovşağı yerləşir. Bahalı və keyfiyyətli aksesuarlarla tam şəkildə təmin olunmuşdur. Maqnitli dəstəklərlə təchiz olunub. Keçək. Burada isə mənzilin uşaq yataq otağı olan 3-cü otaq desk hissəsi yerləşir. Az öncəki eyvana buradan da çıxış mövcuddur. Baxın, belə bir gözəl otaqlar da burada yerləşir. İndi isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Səbəl rayonu Badamdar qəsəbəsi Kasper International Hospitalın və Dedixanın Hospitalının yaxınlığında Badamdar şossesində yerləşir. 16 mərtəbəli binanın 5-ci mərtəbəsində 135 kvadrat ölçülü bu mənzil 325 min manata satılır. Sənəd MTK müqaviləsidir. Alqı-satqı xərcləri də ev sahibinin üzərinə düşür, dəyərli izləyicilərimiz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.